Salam əziz və dəyərli izləyicilər. Tokçoban nə üçündür bir dənə onu izah edeyim. Həm də nə tər istifadə olunur. Bilməyənlər üçün deyirəm, bilənlər onsuz da bilir. O 2 dənə belə şnur çıxır. Görürsünüz? 2 dənə belə bir şnur çıxır. İçərisindəki akkumulyator 12 volt akkumulyatordur. Yəni bu yıldığım sxem vasitəsilə 12 volt çevrilir, olur təqribən 8000 tok. Sadəcə olaraq 0,20 amperdə toku olur. Yəni bu insan öldürmə təhlükəsi yoxdur. Nə də ki heyvan öldürmə təhlükəsi yoxdur. Amma çox qoyarsınızsa, məsələn heyvanınız xəstədirsə, çox qoyarsınızsa o zaman öldürə bilər. Amma yəni sağlam heyvan heç cür öldürə bilməz. Baba bu yuxarıdakı düymə mal üçündür. Mal tüysüz olduğuna görə zəif tok bəs edir. Bu aşağıdakı düymə həm vəhşi heyvanlardan ötəridir, həm də ki qoyun üçündür. Qoyun tüylü olduğuna görə yəni yüksək tok olmalıdır. Mal üçün olanda təqribən 4000 tok olur, qoyun üçün olanda 8000 tok olur. Belə də bir adaptör var, bu söndürək. Yəni sahədə əgər zaryadkası qutararsa, bunun vasitəsilə gətirib evdə rahat taxa bilərsiniz zaryadkaya. Taxtınız belə yaşıl rəngli işığı yanır. Gərginliyə qoşdunuz qırmızı olur, batarya dolanda yenidən yaşıl rəngdə yanır. Qiymət baxımında yer gəlmişdən deyil, bu aparat 100 manatdır. Bu iki aparat da 100 manatdır. Bir dənə bu aparat 130 manatdır. Yəni o 130 manatda fərq nədir? Bunda ekranı var. Akkumulyatorun tokunu göstərir. Yəni sahədə gedirsiniz, günlərlə boyvoda gəlirsiniz. Məsələn 2 gündən bir, 3 gündən bir gedib bilmirsiniz də zaryadkası ölür ya ölmür. Bunu vurursunuz, baxırsınız. Məsələn 12,4 volt toku var. Və yaxud bu yeni olur 10 volt, 8 volt, o zaman bilirsiniz ki akkumulyatorun zaryadkası yeni aşağı. Gətirib evdə bu adaptörün köməkliyi ilə rahatlıqla taxa bilərsiniz. Kimə də ehtiyac olsa səhifədə nömrəm var. Yəni rahatlıqla səhifəyə girib, həm səhifəmin adında yazılıb nömrəm, həm də elə səhifədə başda nömrəm yazılıb. Kimə ehtiyac olsa rayonlara göndərmə mümkündür, göndərə bilərik. Videonu axıra kimi izlədiyiniz üçün sizə dərindən təşəkkürümü bildirirəm. Çox sağ olun.